olsun. Və həmçinin sərt qəlbi olan insanlar, onlardan bir əzanı eşidir, iqaməni eşidir, namazı eşidir və bunun üçün hərəkətə gəlmir, məhəl qoymur. Və namaza qalxsa belə ağır şəkildə qalxır. Elə bil ki, arxasında dağları çəkir. Və həmçinin sərt qəlbi olan insan günahla məşğuldur. O insan Qur'anla ləzzət ala bilmir. Allahın kəlamından faydalanmır. Ayətləri tədəbbür etmir və ayətlərdən ibrət çıxartmır. Qur'anı eşidir, amma istəyir ki, eşitməsin. Və bəzən mahnı eşidir, musiqi eşidir, onunla məşğuldur, filmlər, seriallar və yaxud da telefonundadır, Allah qorusun. Və həmçinin sərt qəlbi olan insan günlər, aylar, illər keçir, yenə öz halını daha yaxşıya doğru dəyişmək üçün fikirləşmir, düşünmür. Günahların içərisinə batıb, şəhvətlərin içərisində, ləzzətlərin içərisindədir. Və həmçinin qəlbi sərt olan kimsə salih insanlara istehza edir və onların yolu ilə rahatlıq tapmır. Yəni, baxmayaraq ki, salih insanlar Rasulların ardıcılları, Rasulların yolunu gedənlərdir. Allaha itaat edən kimsələrdir. Allahın əmrinə boyun əyənlərdir. Yəni, onlarda nə eyib var ki, istehza olunsun. Və buna görə də günahkarlar cəhənnəm odunda deyəcəklər ki, Rabbənə qaləbət aleynə şiqvətuna və kunnə qavmən dalin. Ey Rəbbimiz, bizim bədbəxtçiliyimiz bizə üstün gəldi və biz azmış bir qövmlərdən olduq. Rabbənə əxricnə minhə fə in udnə fə innə zalimun. Deyəcəklər ki, ey Rəbbimiz, bizi cəhənnəmdən çıxart, əgər biz bir daha qayıtsaq, zalimlardan olarıq, günahlara qayıtsaq. Qal əxsəu fiyhə və lə tükəllimun. Allah Teala buyuracaqdır ki, ixsəu, yəni orada zəlil olaraq qalın və danışmayın. İnnəhu kənə fəriqu min ibadi yəqulun Rabbənə əmənnə fəğfir lənə vərhamnə və əntə xeyrur rahimin. Mənim qullarımdan bir dəstəsi deyirdi ki, ey Rəbbimiz, biz iman gətirdik, bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən xeyirlisən, fəttəxəttumuhum sixriyyən. Siz onları məsxərəyə qoydunuz, ələ saldınız. Həttə ənsəvkum zikri. Yəni, bu hərəkətləriniz məni xatırlamağı belə unutturdu. Və kuntum minhum tadhakun. Yəni, siz onlara gülürdünüz. Yəni, möminlərə gülürdülər, ələ salırdılar. Yəni, Allahı unutduqlarına görə. Və deyirdilər ki, günah hardadır, cəza hardadır. Fəttəxəttumuhum sixriyyən həttə ənsəvkum zikri. Onları ələ salırdınız və nəhayət o günahlarınız məni xatırlamağı unutturdu. Yəni, istehza edən insan Allahı unudan kimsə sayılır. Yalnız onun işi filan kəslə məşğul olmaq, filan kəs belə, itaati unudur, itaati əməl etmir və günahı unutduğuna görə günahdan çəkinmir. Və sonra Allah Teala buyurur, İnni cəzəytuhumul yevmə bimə sabaru ennəhum humul faizun. Mən isə onları bugün səbr etdiklərinə görə mükafatlandırdım. Onlardır əsil uğur qazananlar, fəvz əldə edənlər, cənnətə nail olanlar. Yəni, meyar nədir? Meyar qiyamət günü gülməkdir. Kim qiyamət günü güləcəksə, əsl xoşbəxt olan odur. Amma bugün gülmək, kim gülmək istəyir, qoy gülsün, istehza etmək istəyirsə, qoy istehza etsin. Bu sadəcə o insanın qəlbinin sərtliyinin əlaməti sayılır. Və sərt qəlbi olan insanlar müsəlmanların arasında yaşadığı halda elə bil ki, İslam onlara aid deyil. İtaət onlara aid deyil. Allahdan qorxmur, çəkinmir və sadəcə yeyir, içir heyvan kimi. Elə bil ki, əmir və qadağalar onlara aid deyildir. Xütbəni eşidir, xütbənin mövzusuna baxmır, ondan əldə edəcək faydanı götürmür və bundan sonra əlində telefonunu tutur, dəvə kimi çirkab olan yerlərə gedir. Yəni, telefonunda. Yəni, baxmayaraq telefonda şər olmasına baxmayaraq və orada çoxlu xeyirlər,
elm əhlinin kəlamı, moizələr, ibrətli şeylər də vardır. Yəni bunu götürmək əvəzinə, xeyirləri götürmək əvəzinə telefonda şərə doğru yönəlir. Xeyrə getmir. Deməli, qəlbi sərt olan insanların həyatı da qəribədir. Elə bil ki, onlar ibadət üçün yaranmayıblar. İtaət onlara aid deyildir.